Qanunlar mühakimə üçün var, yoxsa qorumaq üçün? Gəl bu suala müqəddəs yazıdan cavab axtaraq. Qanunlara ilk dəfə Eden bağında rast gəlirik. Yaradılış kitabının ilk səhifələrində yazılır ki, Allah insana dedi, İstədiyin vaxt bütün ağacların meyvəsindən yeyə bilərsən, amma xeyirlə şəri bilmə ağacının meyvəsinə toxunma və yemə. Ondan yediyin gün mütləq öləcəksən. Maraqlı deyilmi? Yaradıcı ilk qanunu qoydu. Bağ sərhədsiz idi, çünki yazılır, doğulun, törəyin və yer üzünə sahib olun. Amma bir yerdə sərhəd qoyuldu, toxunma. Deməli, qanun mənim sərhədlərimi göstərən bir işarə, qırmızı işıqdır. Etmə, öləcəksən. Bəs insan bu qanuna əməl etdi? Təbii ki, xeyr. Allah necə davrandı? Belə olan halda Allah bu dəfə Musa Peyğəmbərə yazılı qanunu verdi. Bu qanun necə yazıldı? Oxuyuruq. Sina dağında Allahın Musa ilə söhbəti qurtarandan sonra, Allah öz barmağı ilə yazılmış 2 şəhadət daş lövhəsini Musaya verdi. Deməli, qanun lövhələrinə qanunu Allah öz barmağı ilə yazdı. Bu, qanunun silinməz və dəyişməzliyini sübut edirdi. Yenə yazılır. Sizə doğrusunu deyirəm. Göy və yer keçib getmədən, hər şey icra olunmadan, qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə yox olmayacaq. Deməli, qanun heç vaxt dəyişməyəcək. Və sonda qanunun mahiyyəti nə idi? Oxuyuruq. Mənim hökmlərimə əməl edib qanunlarıma riayət edin. Onlara uyğun yaşayın. Allahınız Rəbb mənəm. Qaydalarıma və hökmlərimə səylə əməl edin. Onları yerinə yetirən adam bunların sayəsində yaşayacaq. Rəbb mənəm. Deməli, yaşamaq üçün qanunun yerinə yetirilməsi vacib idi. Bu qanunlar mənim həyatımın və fikirlərimin sərhədləri olacaq. Allahın Rəbbini bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev və qonşunu özün kimi sev. Sevgi sərhədlərim mənim, başqalarının sərhədlərini və Allahla münasibətlərimi daimi olaraq ahəngdə saxlayacaq. Gəl xatırlayaq zinakar qadın olan Məcdəli Məryəmi. Onu mühakimə etmək üçün İsa'nın yanına gətirmişdilər. Heç kim ona toxunmağa cəsarət etmirdi, çünki o, insanlar üçün murdar qadın idi. Bəs onda bu qadın kiminlə zina etmişdi? Necə zinakar olmuşdu? Bu sual elə yazıdadır. İsa dedi, sizdən kim günahsızdısa, qadına birinci daş atsın. Kim günahsız idi? Davamını oxuyaq. İsa əyilib barmağı ilə yerə yazı yazmağa başladı. Yenidən yazılan bir yazı. Orada nə yazılmışdı? İnsanlar yazını görüb uzaqlaşırdı, çünki orada qanunlar yazılmışdı. Bu qanunların mənası sevgi və bağışlanmadır. Bu qanunlara baxanda hər kəs öz günahını görür, çünki yazılıb. Hər kəs günah edib və Allahın izzətindən məhrum olub. Kim günahsızdısa? Hər biri günahkar idi, o qadın qədər ən azı və hər kəs getdi. Bəli, əzizlərim, qanunlar güzgüdür. Güzgü təmizləyə bilməz, amma təmizlənmək və özünə çəki düzən vermək üçün səni özünə göstərə bilər. Qanunlar sənin güzgündür, sevgi sərhədlərindir. Sərhədlər sənə kənara çıxmamaq üçün xəbərdarlıqdır. Güzgü sənin hər gün baxdığın bir şeydir. Əminəm ki, heç kim güzgüyə baxmadan evdən çıxmır. Gəlin biz də güzgümüzün yanında yazaq. Allahını sev və qonşunu sev. Hər gün ürəyimin güzgüsünə də baxmağı unutmayaq.